Hər kəsə salam, YouTube kanalıma və növbəti vloquma xoş gəlmisiniz qızlar. Bugün sizinlə biraz uzun vloq paylaşacağım və çoxdandır ki, demək olar, qonaqlıq, süfrə vloqları paylaşmırdım. Bu günlərim, daha doğrusu növbəti gün evimizdə qonaqlıq var idi. Yoldaşımın dayısının gəlinini qonaq çağırmışdıq. Əslində onların toyları uzun müddətli olub, amma bu günə qismət idi. Yəni nəzərimizdə var idi, sadəcə olaraq bizdə alınanda onlar da alınmırdı və yaxud da ki, əksi. Nəysə ki, axırı ki, ortaq məxrəcə gəldik. Onları qonaq dəvət eləmişik və bu vloqda qonaqlıq hazırlıqlarımı bölüşəcəm sizinlə. İşdən gəlmişəm. İşdən də biraz gec gəlmişdim. Həftənin 5-ci günü idi, yəni axırıncı iş günümüz idi. Yolda gələrkən evə təbii güllər almaq istədim. Hərdən alıram qızlar, bu təbii gülləri çox sevirəm. 2 buket almışdım. Buketin biri 3 manat idi. Onları gətirdim. Gələn kimi suya qoydum. Dedim tez suya qoyum, soğumasınlar. Bir də belə uzun müddətli olurlar bunlar. Yəni gec solurlar. Ona görə xoşuma gəlir rəngi falan. Rastıma çıxdıqca tez-tez alıram. Yasəmən gülü axtardım, amma onlar artıq axşama doğru qalmamışdılar, ala bilmədim. Deməli qızlar, qonaqlıq menümüzdə cheesecake olacaq və ilk öncə cheesecake'in alt hissəsini, türklər ona alt taban deyirlər, səhv eləmirəmsə, onu hazırlayacağım. 2 paket ülker peçenyedir. Hardasa 80 qrama yaxın kərə yağını əritmişəm. Bir də 4-5 dənə qoz, yəni ləpə halında. İndi onların hamısını rondodan keçirdəcəm bir yerdə. Daha sonra yağı da əlavə eləyib kütləni əldə eləyəcəm. Cheesecake-i mən çox sevirəm. Yəni restoranda fürsət düşdükcə alıb yeyirəm. Evdə də əvvəllər tez-tez eləyirdim qızlar, amma son zamanlar nə yalan deyim, yəni adi bir biskviti belə etməyə mənim vaxtım yoxdur. Çünki yəni həftənin 5 günü bilirsiniz ki, çöllərdə oluram, yəni işdə oluram. 2 gündə demək olar ki, yəni dekabrdan bəri Mehrinlə elə ancaq yəni hazırlığa gedirik, hazırlıqdan gəlirəm, evi ancağa çatdırıram. Yəni 6-cı gün adətən evi yer yığış eləyirəm. Bazar günü də ki, növbəti günə hazırlıq görürəm. Yəni paltar falan bu işlərim qalır və yaxud da harasa gedəsi oluruq. Yəni heç cürə vaxtım, imkanım olmur qızlar, amma əvvəllər bu cheesecake-dir, sonra eklerdir. Bu kimi şirniyyatları çox eləyirdim. Uzun müddət idi eləmirdim. Qorxa-qorxa elədim açığı, amma gələn qonaqlarımız da, yəni yoldaşımın dayısıgildə, dayısı uşaqları da mənim cheesecake-imi çox xoşlayırlar. Dedim uzun müddətdə eləmirik, yəni özümüzdə yemirik, elə menyuya salım. Deməli gördüyünüz kimi kütləyə yağı da əlavə etdim, kənarları açılan tavaya tökdüm. Bu şəkildə də üstünü düzənləyirəm, çalışıram ki, yəni hər tərəfə eyni cürə yayılsın. Belə yayandan sonra hər hansısa bir stəkanın altı ilə üstündən biraz bastırmaq lazımdır ki, belə deyək də bir-birinə pərçimlənsin, rusca desək preslənsin, yəni dağılma halları baş verməsin. Belə eləyəndən sonra, tam belə bərkidəndən sonra üzərinin pendirli hissəsini hazırlayana qədər onu da buzluğa qoydum ki, orada donsun. Deməli, üst hissəsi üçün 750 qram labne pendir istifadə elədim. Yəni, bilirsiniz ki, şirniyyatlar üçün labne pendir yaşıl ambalajda olandı, yəni yaşıl rəngdə olandı. Deməli, labnenin üzərindən 1 stəkan şəkər tozunu əlavə edib mikserlə çalıram qızlar. Cheesecake bir çoxlarına bəlkə biraz əziyyətli iş kimi gələr, amma nə yalan deyim, mənə yəni əziyyətli gəlmir. Bunu da çox tez başa gətirdim, çox tez hazırladım. Deməli, labne ilə
şəkər tozunu qarışdırdım. Üzərinə də 400 milli, yəni hərəsi 200-200 olmaqla 400 milli qaymaq, Milla qaymağı əlavə etdim. Qaymağı da qarışdırandan sonra 3 dənə yumurtanı bir-bir olmaq şərti ilə əlavə etdim. Hamısını birdən əlavə etmək olmaz. Yəni birini yaxşı həll etməlisiniz, daha sonra digərini vurmalısınız. Artıq yumurtanı vurduqca kütlə biraz tam belə su halına düşür də, yəni tam belə maye kimi olur, bərk olmur. Yəni qaydası da budur, bu şəkildə olmalıdır. Deməli, dediyim kimi 750 qram labne, üzərinə 1 stəkan şəkər tozu, 400 milli Milla qaymağı, 26%-dir, 3 dənə yumurta, daha sonra isə 2 dolu xörək qaşığı nişasta əlavə etdim, qarğıdalı nişastası, 4 xörək qaşığı un, 1 paket də vanil əlavə etdim. Yəni quru qidaları ən sonda əlavə eləyirik. Artıq yəni üst hissəsi də hazırdır. Alt təbəqəni də buzluqdan çıxartdım. İndi pendirli hissəni əlavə edəcəm üstünə. Üstünə belə əlavə edəndən sonra da öncədən isitmiş olduğum sobaya qoyacağım qızlar. Sobanı da 150 dərəcəyə ayarlamışdım. Onu qoydum pişsin. Bir də cheesecake qoyanda mütləq yanında dəmir qabda su qoyun ki, yəni nəm bir ortamda pişsin, üzərində çatlama halları olmasın. Onu qoydum pişsin. Onsuz da bişəndən sonra sobadan tez çıxartmaq olmaz. Yəni mən də keçdim digər işlərimə. Menyumuzda bir də ananas salatı var qızlar. İndi ananas salatını hazırlayacağam. Hazırlanışını göstərəcəm sizə. Belə 2 ədəd konserva almışdım. Yəni ananas konservası. Bu salatı da əslində uzun müddət bundan öncə eləmişəm. Hətta deyim ki, pandemiyadan qabaq eləmişdim bu salatı ilk dəfə. Bir müddətdə çox elədik, yedik, xoşumuza gəlmişdi. Uzun müddət eləmirdim, onu da menyumuza saldım. Deməli, ananasları bu şəkildə doğradım. Suyunu sıxmağa falan ehtiyac yoxdur. Sadəcə olaraq belə deyim də, aş üzərinə elə qoyun, suyu axsın, biraz getsin. Yəni suyunu sıxmağa ehtiyac yoxdur. Sonra filə qızlar, fileni də duzladım, istiyotladım. Qaynadandan sonra təbii ki və artıq mayonezini də qatdım. Qoz, bir də yumurta istifadə eləyəcəm. Ən sonda da üstünə Holland pendiri rəndələyəcəm. İndi bunların hamısını göstərəcəm sizə bir-bir. Deməli, ən altdan ananası yığıram. Bütün yəni qidaları istifadə edəcəklərimi hamısını belə bu şəkildə hazırlamışdım və 4 qaba eləyəcəm. Çünki yəni 2 stolu birləşdirəcəyik. Qonağımız biraz çox olacaq. 2 stolu birləşdirəcəyik və elə olanda həmişə biz yəni böyük qonaqlıqlarda 4 nabor hazırlayırıq. Yəni hər şeydən 4 dənə hazırlayırıq. Çox da böyük qablara hazırlamadım qızlar. Orta ölçülü qabdır. Deməli, ən altdan biraz mayonez çəkdim. Üzərindən doğradığım ananasları əlavə etdim. Onun üzərinə də mayonez falan, yəni qatmadan, vurmadan belə çox da xırda doğramadığım, yəni nə çox iri, nə də çox xırda olmamaq şərti ilə ağızda hiss olunacaq dərəcədə qoz doğradım, onu əlavə etdim. Onların üzərindən isə fileni əlavə eləyəcəm. Fileni didməmişəm qızlar, balaca-balaca doğramışam. Doğrayandan sonra mən adətən belə lay-lay yığılan salatlarda fileni öncədən mayonezləyirəm. Bu şəkildə dadı düşünürəm ki, daha yaxşı olur. Deməli, fileni də yığandan sonra üzərinə yumurtanı rəndələyəcəm. 8 dənə yumurta qaynatmışdım.
Elə bil hər qaba 2 ədəd yumurta rəndələdim. Yəni yumurtanın sarısı ilə ağı hər ikisi eyni halda, yəni hər ikisi vurulacaq. Yumurtanın da üzərindən duzlu istiotunu əlavə etdim. Daha sonra isə son olaraq mayonezini çəkəcəm. Ən sonda isə üzərinə Holland pendiri rəndələyib tökdüm və üzərinə də belə bəzək verməyə çalışdım qozla, şüyütlə. Biraz ananasa oxşuyur deyə belə bir bəzək verdim. Dediyim kimi 4 nabor olacaq deyə bu salatdan da 4 ədəd hazırladım. Artıq axşamdan, yəni cheesecake və salatı çatdıra bildim. Cheesecake-in sosunu hələ ki vurmamışam qızlar. O şəkildə, yəni elə sosu vurulmamış şəkildə soyuducuya qoyacağam. Səhər isə durdum. İlk iş olaraq cheesecake-in sosunu hazırlayıram. Deməli, gördüyünüz kimi 1 armud stəkan su, yarımdan biraz çox armud stəkan portağal şirəsi əlavə eləyirəm. Daha sonra qardalı nişastası əlavə eləyəcəm qızlar. Bir də səhər baxdım, gördüm ki, şəkər tozumuz bitib. Məcbur 1 ovuc qənd əlavə etdim. Bir də dediyim kimi nişastasını əlavə etdim. Hamısını elə birdən qazana əlavə eləyirəm. Daha sonra isə bişirəcəm. Qarışdıra-qarışdıra bişirdim ki, topaqlanma olmasın və bu cürnə bir məhlul, belə deyim, əldə eləyirəm. Cheesecake-in üzərinə də portağal dilimləri eləmişdim. Yəni kim necə istəyir o cürnə də bəzəyə bilər. Portağal istəyirsiniz, vurmaya da bilərsiniz. Yəni birbaşa elə sosun özünü də hazırlayıb tökmək olar. Amma mən həmişə belə eləyirəm. Portağal dilimləri də belə deyək, əlavə yaxşı bir dad vermiş olur. İşlərimin demək olar ki, əsas hissəsini dünən elədim qızlar. Səhər də duran kimi cheesecake hazırladım. Amma bilirsiniz ki, həftənin birinci günü işdə olmalıyam. Bazar günü də uşaqların hazırlığı var. Ondan əlavə artıq Uğurgildə məzun günü üçün rəqs hazırlayırlar. Artıq hər həftənin 6 bazarı Uğuru rəqsə də aparmalıyam. Elə götür-qoy eləyə fikirləşdim ki, cheesecake hazırlayım. Daha sonra süfrə üçün lazım olan, yəni süfrəlik, belə deyim də, qoyacağımız qidaları hazırlayım. Gördüyünüz kimi konfetdir, qənddir, daha sonra ləpələrdir. Bunları hazır etdim. Və stolumu da düzdüm qızlar. Bu otağı yığışdırdım və süfrəni açdım. Qonaqlar üçün nəzərdə tutduğum servisimi açmışam. Daha sonra belə bir uzun, yəni hardasa 2-3 metrəlik süfrəm var. Süfrə belə deyim də 2 hissədən ibarətdir. Bir qalın hissə, üzərindən isə tül sərmişəm. Bu da cehizlik çəngəl bıçağımdır. Cehizlik deyəndə, yəni belə deyim də, hər vaxt işlətmədiyim qablar və çəngəldir, qaşıqdır, sonra bakaldır. Bunları çıxartdım. Təbii ki, qonağımız çox olacağı üçün, yəni naborlar tam çatmadı. Əlavə stol da gətirib qoymuşuq. Stolu da yoldaşım axşam gətirib qoymuşdu artıq. Yəni süfrəni falan hamısını qurdum. Sonra belə üzərində ad yazılı olan kolalardan almışdıq. Əslində biz belə içkilər çox nadir hallarda evə alırıq. Amma gələn qonaqlarımızın, belə deyim də, 3 qardaşlar Kamran, Elvin, Kənan. Onların adını almışdıq. Bir dənə də öz adımı almışdım. Nəysə qızlar, dediyim kimi beynimdə fikirlərimi belə götür-qoy elədim. Düşündüm ki, bu həftə işlərimi tam normal çatdıra bilməyəcəm. Ona görə yəni hazırlıqlarımı gördüm, süfrəni qurdum. Daha sonra yuxarı çıxıb yuxarıları da
toz soranladım, sildim, tozunu aldım. Daha sonra yuxarıdakı vanna otaqlarını hamısını təmizlədim. Dedim ki, həm bazar gününə işim qalmasın, çünki kifayət qədər yorulmuşduq. 5-ci gündən artıq işləyirdik, çalışırdıq. 4-cü gündə market alış-verişinə getmişdim. Paltarları da bayaqlarım gördüyünüz kimi maşına atdım. Onları da çıxardıb sərmişəm artıq. Dedim, yəni qonağımızın gəlməyinə baxmayaraq digər işlərimi də görüm. Demək olar ki, bu günü oturmamışam qızlar. Yəni saniyə demək olar ki, dincəlməmişəm. Evləri yığışdırdım, yəni yuxarıları yığışdırdım. Daha sonra düşdüm aşağı işlərimə davam eləməyə. Pomidor salatı eləyəcəm qızlar. Gördüyünüz kimi pomidorları yarım ay şəklində doğramışam. Bir ədəd qırmızı soğanı da yarım ay şəklində doğradım. Bu isə 2 dəstə reyhandır. İndi reyhanla sos hazırlayacağım salata. Yəqin ki, artıq sizə bəlli oldu. Bu restoranlarda son vaxtlar dəbə düşən pomidor salatıdır. Düşündüm ki, menyumuzda kabab var. Kababın yanında, yəni yaxşı olar bu salat. Deməli, pomidor, qırmızı soğan, indi də sosuna keçək. 2 dəstə reyhan, 6 xörək qaşığı zeytun yağı əlavə eləyirəm. Yəni belə deyək də, mən biraz qonaq üçün nəzərdə tutmuşam. Hardasa demək olar ki, 1 kilodan artıq pomidoru doğramışam. Ona görə də sosunu da biraz çox eləyəcəm. Deməli, 6 xörək qaşığı zeytun yağını əlavə etdim və üzərinə də 1 xörək qaşığı, birinin də yarısı alma sirkəsi əlavə etdim. Deməli, indi əlavə etdiyim isə vişnə palçıq turşusudur da, belə deyim, vişnə turşusudur. Bu isə gavalı turşusuydu. Hər ikisini qatdım. Əslində zoğal turşusu da istifadə edə bilərsiniz. Yəni nar turşusu da istifadə edə bilərsiniz. Zövqə baxır da. Ümumiyyətlə, yəni bilirsiniz ki, bu biraz turşməzə olmalıdır. Turş nə varsa onu da istifadə eləmək olar da, qısacası. Daha sonra 2 ədəd də sarımsaq çörkanın balaca gözündən keçirtdim. Əslində tam 2 ədəd eləmədim. Yəni sarımsağın dişləri böyük idi. Birini tam elədim, birinin isə yarısını rəndələdim. Onu da üzərindən əlavə eləyib, ən sonda da belə deyim, 1 desert qaşığı sumaq və 1 desert qaşığı duz əlavə eləyəcəm qızlar. Bu da pomidor salatının sosudur. Bu şəkildə çox dadlı alınır. Həqiqətən tövsiyə eləyirəm. Düzdür, tam hələ ki mövsümü deyil. Yayda lap ləzzətli olar, amma nəsə menyumuzda dedim ki, pis olmaz. Bir də ki, əsas xüsusiyyəti odur ki, süfrəyə verməmişdən qabaq, belə deyim də, qatıb qarışdırmaq lazımdır. Çox öncədən eləyəndə çox sulu olur. Daha sonra xırt-xırt badımcan salatı eləmişdim qızlar. Bu da pomidor salatımın ən son görüntüsüdür. Hansı ki, badımcanları indi bilirsiniz ki, bu salatda dəbdədir. Badımcanları nişastaya batırıb qızardırıq və üzərinə soğan və küncüt, bir də nar şərab əlavə eləyirik. O salatı da elədim, amma onun çəkilişini eləyə bilmədim qızlar, çünki qonaqların gəlməyinə yaxın eləmişdim ki, yəni xırt-xırt olsun. Bilinçik eləmişdi qaynanam. Gördüyünüz kimi süfrəni o şəkildə düzmüşdüm. Bu şirniyyatları da baldızım sifariş eləmişdi. Yəni evdə hazırlanan çox dadlı şirniyyatlardır. O da belə deyim, şirniyyat sifariş etmişdi, sağ olsun. Onları da yığdım. Daha sonra çay süfrəsinə qoyacağımız yeyəcəkləri də bura yığdım. Yoldaşım çiyələk və alça almışdı, onları da yudum. Gülü də bu tərəfə qoydum qızlar.
Belə, demək olar ki, artıq qonağımızın gəlməyinə tam hazırıq. Özüm də getdim, hazırlaşdım. Çünki badımcanı qızardandan sonra əməlli başlı, yəni yağ çökmüşdü, yağ isi çökmüşdü üzərimə. Mən də hazırlaşdım. Qonaqlarımız gəldi. Bilirsiniz ki, qonaqzad olan yerdə mən çox da rahat çəkiliş eləyə bilmirəm. Ona görə qonaqlıq vaxtını, daha sonra çay saatı falan onları çəkə bilmədim qızlar. Qonaqlarımız da gec getdilər. Belə deyim də xeyli oturdular, yaxşı vaxt keçirtdik. Onlar gedəndən sonra artıq yer yığışımızı etmişdik. Burada isə sizə qonağımızın uşaqlara aldığı hədiyyələri göstərirəm qızlar. Bu Mehrinə aldıqları dondur. Bu şəkildə arxasında ürək formasında belə naxışı var idi. Bu isə Uğurun hədiyyəsidir. Uğura da cins kurtka alıblar. Mehrinin paltarı tam əyninə oldu. Yəni gələn il artıq olmayacaq, belə deyim. Amma Uğurun kurtkası hələ ki əyninə böyükdür. Yəni gələn ildə geyinə bilər. Belə kapşonu da var. Kapşonu istəyəndə çıxartmaq da olar. Amma Uğur artıq geyinir. Məktəbə geyinibdi. Saxlaya bilmədi. Dedi, yox, mən bunu geyinmək istəyirəm. Biraz belə tökümlü qalır da, tam belə böyük də deyil. Sağ olsunlar. Uşaqları unutmayıblar. Uşaqları da nəzərə alıblar. Və çox da gözəl hədiyyələr alıblar. İnşallah onlara uşaq qismət olsun. Biz də onların uşaqlarına belə hədiyyələrimizi alaq. Tort da gətirmişlər. Tortu kəsdik, yumuş elədik. Bir də marojna gətirmişdilər. Mən də bütün işləri görəndən sonra biraz istirahət eləmək üçün marojnanın dadına baxa-baxa biraz dedim istirahətimi eləyim. Bu da mənim qonaqlıq vloqum qızlar.